Salam dostlar, bir daha xoş gördük sizləri. Dedim bu sayt haqqında paylaşım edir. Paydı belə bir adı var. Qeydiyyat linkində paylaşacağım keçərsiz qeydiyyatdan. Bu proqram həqiqətən çox özəllikləri var. Yəni buradan göstərəcəm, çalışacağım bir göstərim sizə özəllikləri. Məsələn, birin məsəl deyim ki, bəzi proqramlar var ki, ödəniş ancaq buraya edir. Buradan da çıxarış etmək olur. Göndərirsiniz Binance Payda çıxarış edirsiniz. Məsələn, Spincoin adlı proqram paylaşmışam. Bu ancaq buraya ödəniş edir. Belə yəni digər bütün başqa ödənişləri də bura göndərə bilərsiniz. Ya bunun özəlliklərinə isə bəzi özəlliklərini danışacağam. Zəhmət olmasa sona qədər baxın ki, bəzi məlumatlarınız olsun. Burada ən çox bir özəllik xoşuma gəldi. Məsələn, pul yatırım edirsiniz, 5 illik kilitləyirsiniz. Məsələn, deyir ki, bir xeyli pul edir. İndi onu göstərəcəm sizə, o necə olur. Yəni ona baxın, zəhmət olmasa. Deməli, bu üç xəttə gəlirik. Gəlirik burada deməli qazan sözünə. Görürsünüz, bu sözə gəlirik, statlanma sözünə gəlirik. Buradan gəlirik. Mən əsas Toncoin-də marağımı göstərirəm, çünki həm faizi yüksəkdir. Düzdür, bunun da faizi pis deyil, bunun faizi daha yüksəkdir. Burada abunə ol sözünə gəlirik. Və məsələn, deyək ki, belə deyim, bura məsələn, biz tutaq ki, 20 manat yatırım eləsək bura, 20 manatlıq. İndi görək 20 manatlıq coin qiyməti nə qədərdir? Bura yazmışam 1 ton coin. Məsələn, 20 azenlik ton. 5 ton coin deyək də, 5 ton coin. Məsələn, 20 manatı biz bura yatırım eləsək, 5 ton coin, 20 manat yatırım elədik. Burada illik bizə faiz hesablayır. Məsələn, burada biz indi seçə bilərik, göstərəcəm hansı 5 illik ya da neçə illik belə seçirsiniz və faiz verir sizə. Faiz hesablayır. 20 manatı məsələn bura yatırım eləsək, indi faizi keçək. Tutaq ki, baxın, gələk buradan ton coin seçək. 1 ton coin göstərir burada. Məsələn, tutaq ki, bizdə var deməli 5 ton coin. 5 ton coin-dəki baxaq ki, nə qədər edir? Burada sayı nə qədər eləyir? 5 ton coin. 986. Bu nədirsə? Bu da bir coinlərdən biridir. Bu nədir ki? 986. 986 yəni yazacağam indi ora. Görək 5 ildən sonra bizə nə qədər pul verir. Məsələn, yazırıq bura. 986. Əgər 5 illiyə mən qoysam bunu, bizə 5 təxmini qazanc verəcək. Bu qədər qazanc verir bizə. Bu nəticə nə coin-i bilmirəm, bu qədər qazanc verəcək bizə. İndi bunu mən yoxlayım, görüm bizim pullar nə qədərdir bu. Bir dənə onu yoxlayaq, görüm nə deyəcək. İndi həmən coin adını yazın bura, fey. Görək nə deyəcək. Bu fey yazır da, mən feyi göstərir axı. Mən necə deyim buna? Fey burada var. Demək Feyora. 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 Baxın, deməli təxminən 5 ildən sonra 4200 manat pul eləyir. Çox gözəldir, həqiqətən. Mən 5 il bundan qabaq bu sayt məndə 5 il vardı. 5 il bundan qabaq mən bura pul atırdım. 4000, 3000, 2000 pul götürmüşdüm indi bu vaxtda. Çox gözəldir da. Yəni mən bura mütləq yatırım edəcəm. Yatırım edəndə yəni paylaşım edəcəm sizə. Lan mən bunu belə deyək. 1 illiyə qoysam bura, 1 illik qoydum bura. Görək indi bu nə qədərdir? Yəni buna baxaq. Görək bunu nə deyəcək. Bu az edir. Məsələn 36-37 az edir. 1 illiyə. 3 illiyə qoysaq. 4
455, 470 manat edəcək. 3 il orada qalsa. Ən yaxşısı 5 illikdir. 5 illiyə qoyasınız qala burada. Həqiqətən də superdir. Məndən çox xoşuma gəldi bu. Bunu mən edəcəm. Kim etmək istəyirsə edə bilər rahat şəkildə. Qeyddən keçirsiniz. Nəyisə də bilməsəniz deyin mənə, kömək edəcəm sizə. Yəni dedim gördüyünüz kimi baxın gəlirsiniz burada qazanc yerini orada edirsiniz. Nəysə indi keçək başqa bir şeylər göstərim sizə. Burada məsələn yazıb ki, yəni bu oyundur bu. Burada məsələn oyunlar girirsiniz, daxil olursunuz belə oyunlara. Oyunlar da oynaya bilirsiniz. Bu məsələn belə vurur, mərc edirsən, yaşıl olacaq. Yaşıl oldu qazancınızdır, qırmızı aşağı düşür, bu qazancınızdır. Belə bir oyunlar var. İndi yəni beləsində bir oyunlar göstərir. Deməsə burada aşağı yüksək qoyursa yüksək göstərir, aşağı vursa aşağı göstərir. Yəni beləsindən mərc oyunları kimi bir şeydir. Bu var burada, çoxdur burada. Oyun növləri çox. Loteriya da yazmaq olur bura, bu da var. Sonra burada dəyişim edirsiniz. Reklam verir. Bu reklam böyle də superdir. Məsələn YouTube hesabınız var, yaxud da TikTokdakı istəyirsiniz baxışlar çox gəlsin də videonuza. Nə edirsiniz? Gəlirsiniz ikiliklə ödəniş sözünə gəlirsiniz. Bax məsələn reklam başlıq. Tutaq ki, məsələn qısa yazırsınız ki, məsələn də pul qazanmaq. Nə hansısa bir video başlığıdır. Reklamı təsvirin, yəni nəyə üzrə reklamdır, nə desəm yazırsınız ki, nəyə üzrədir. Biraz 128 simvoldan ibarət yazırsınız. Sonra reklamın linkini paylaşırsınız. Və salam. Bax məsələn tutaq ki, bura daxil oldum. Məsələn, mən istəyirəm ki, videom izlənsin 120 saniyəlikdən pul qazanma saatında açılsın YouTube'da. O gün eləmişdim eləsini. Hardasa bir 10 manat pul ödədim. Vurursunuz və salam. Məsələn, burada bu qalır 12-likdir. Məsələn, deyək ki, mən yazıram ki, 542-lik. 542 15 turan elədir. 30 manata yaxın puldardır. O beləsini eləyir. Bu qədər pul edir. Məsələn, 120 saniyə olmasa 10 saniyə qoyanda pulun qiyməti yarışı azalmalıdır burada. Görürsünüz 77 turona. Yəni bu da çox gözəldir. Yəni baxış sayını artırmaq üçün də panelsiz baxış sayını artırmaq üçün əla bir seçimdə, yəni reklam verirsiniz və salam. Reklamınız sayəsində artan orijinal bir baxış gəlir sizə. Bu da var. Yəni bunu deyə biləsiniz. Burada bəzi şeylər var. Depozit pul çıxarışı var, depozit var. Məsələn, tutaq ki, siz bura o bayaqki Toncoin almaq istəyirsiniz. Gəlirsiniz, baxın Toncoin sözünə gəldiniz burada. Bura daxil olursunuz, depozitə daxil olursunuz. Buradan gəlirsiniz bura, depozitə vurursunuz və sonra buradakı Toncoin adresini kopyalayırsınız və göndərirsiniz. İndi bir dənə açılsın adresimizdə. Bu Trondur, Tron lazım deyil mənə. Mənə Toncoin lazımdır. İndi Toncoin belə vurdunuz, təsdiqləyirsiniz və salam. Adres kopyası, bir də ki, bunu da yazacaqsınız sonra. Qutardı. Binancedan rahat şəkildə göndərirsiniz bura. Göndərindən sonra keçəcək bura. Sonra çıxarışda, məsələn, tutaq ki, pulunuz oldu, burada pulunuz var. Gəlirsiniz, deməli, məsələn, Tron ilə depo geri çəkilməyə vurursunuz. Geri çəkilmə ünvanını yapışdırıb göndərirsiniz. Çox qəşəng şəkildə çıxarış demək olur. Bu qədər qeydiyyat linkini paylaşacağım. Keçin qeydiyyatdan istifadə edin. Yəni mən oraya yatırım mütləq edəcəm bu yaxınlarda. Yəni onu paylaşacağam. 5 illiyə qoyacağam. Qalsın orada 5 il. Yəni 20 manat, 30 manatla. 20 manat deyilin, bəlkə əlavə nəsə faizə gəlir. Bir 30 manat olsa, yəni yatırım edəcəm ora. 5 illiyə, yəni kilitləyəcəm onu orada. Qoy 5 il qalsın orada. Ondan sonra bu sayt ilə başlayıb mən də 5 illik gedir. Bu qədər dostlar. Bacardım qədər sizə məlumat verməyə çalışdım. Yəni qeydiyyat linkini paylaşacağım. Rahat şəkildə keçin qeydiyyatdan istifadə edin. Həqiqətən çox qəşəng bir saytdır. İstifadə edin.